Paşinyan Bakıya görə orduya tapşırıq verdi. Sərhəddə son durum. Kanala abunə olub video bəyənməyi unutmayın. Ermənistanda 25 günlük təlim toplanışında iştirak edən erməni hərbiçi mövqelərinin silahlaşdırıldığını bildirib. O qeyd edib ki, mövqelərdə sursat olsa da hərbiçilərə silah verilməyib. Hərbiçi əsgərləri mövqelərdə silahsız xidmət apardıqlarını deyib. Belə bir addımın atılmasının səbəbi nədir? Nikol Paşinyan hakimiyyəti niyə bu qərarı verib? Qlab.info-za danışan hərbi ekspert Səxavət Məmmədin sözlərinə görə, Ermənistanda hərbi təlimlərdən sonra ortaya çıxan mənzərə və səsləndirilən fikirlər göstərir ki, Paşinyan hakimiyyəti bu məsələdə birmənalı mövqe ortaya qoymur. Ermənistan rəsmiləri də bildirir ki, sərhəddə sursat var, lakin silah yoxdur. Ola bilsin ki, Paşinyan hakimiyyəti hələ də ordu daxilində revanşist müqavilələrinin və ya hansısa xarici dövlətin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edə biləcək şəxslərin mövcud olduğunu düşünür. Əgər sərhəddə silahlar olsa, müəyyən təxribatların törədilməsi ehtimalı arta bilər. Məhz mümkün təxribatların qarşısını almaq üçün belə bir addım atılır. Ermənistan bununla həm Azərbaycana sülh istədiyini, həm də Avropa İttifaqının sülh naminə bütün zəruri addımların atdığını nümayiş etdirmək istəyir. Sərhəddə sursatın olması isə deməkdir ki, zərurət yanacağı təqdirdə qısa müddətli silah təminatı həyata keçirilə bilər.